Bismillah və salatu və selamu alə Rasulillah. Əmmə bə'd. Ən birinci Allah Taala'nın bütün nemətlərinə görə Allaha çoxlu şükürlər olsun. Və Allah Taala bizi bağışlasın və bizə rəhm eləsin. Sonra, sevgili qardaşlar, haqqı qəbul eləmək çox çətindir. Həm asandır, həm çətindir. Asandır ona görə ki, insan əgər həqiqətən səmimi qəlbdən istəyirsə, hər hansı bir şey və o əlbəttə ki, onun üçün çox asan olacaq. Amma istəmirsə, o çətin olacaq. Və həmçinin Allah Subhanahu taala bizə Quran-ı Kərimdə də misal çəkir. Firavunla Musa əleyhissalam haqqında və bilirsiniz ki, Quran-ı Kərimdə bu haqda çoxlu ayətlər var və Allah Taala bunu bizə nəyə görə xatırlatır? Ondan ibrət almaq. Və heç kəs də düşünməsin ki, o artıqdır və o yüksəkdədir. Sadəcə Allah Taala'ya ən sevimli olan insanlar təqvalı insanlardır. O kəslər ki, Allaha iman gətirirlər, Allah Taala'nın əmr etdiyin yerinə yetirirlər, qadağan etdiklərindən çəkinirlər və Allah Taala'ya sevimli qullar bunlardır. Və Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki, Firavun öz qovmun qorxuzdu və onları dəvət elədi və ona itaət elədilər, onlar da. Çünki onlar fasıq bir qovm idi. Və bu ayət-i şərifdə görünür və bilinir ki, Firavun nə iddialıydı? Deyirdi, mən ilaham, mən Allaham və bu Misri mülkü mənimdir və həmçinin bu dənizlər, bu çaylar mənə məxsusdur və özün ilah elan eləmişdi. Və bu çox təhlükəlidir. Düzdür, o, başqa bir ayətdə Allah Taala buyurur ki, o bir yəqinliklə bilirdi ki, o buna sahib deyil. Yəni, sadəcə deyir, onun deyir, bunu iddia eləməsi onun cahilliyi ilə bağlı deyil, yəni bilməməzliyindən deyil, təkəbbürlüyündən idi, azğınlığından idi. O bilir ki, o ilah deyil və onun mülkü zadı yoxdur. Bunlar ona məxsus deyil, Allaha məxsus. Sadəcə təkəbbürlük onu məhv edir və məhv elədi də necə. Və Firavun bunu deyildi, Allah Subhanahu taala Musa əleyhissalamı göndərdi və bilirsiniz ki, Musa əleyhissalam onu gözəl şəkildə dəvət elədi və ona ayətlər göndərdi Allah Taala Musa əleyhissalama ki, göstərsin və bilirsiniz ki, sularına qan gəldi və tufan, çərçə, qurbağa yağdı və hər dəfədə də dedilər ki, Musa əleyhissalama ki, dua elə Rəbbinə bizdən bu əzabı qaldırsın, biz sən deyən edəyək, yəni Bəni İsraili sənlə göndərək. Və bunu bilirdilər. Və qovmi deyir, ona itaət elədi. Çünki onlar fasıq bir qovm idi. Çünki onlar, yəni Musa əleyhissalamla Firavunu ayıra bilmirdilər, bilirdilər. Çünki onlar da bilirdi ki, bu mülkü onun deyil. Yəni o ilah ola bilməz. Və həm də Allah Taala möcüzələr göndərdi, necə qeyd elədi. O möcüzələrdən birisi nə idi? O Firavun sehirbazları çağırdı və onlar ipləri atdılar Firavunun izzətinə. İlan oldular ilan, insanların gözündə xəyallandı. Və Musa əleyhissalam əlindəki əsasın atdığı yerə ilan oldu və onları yedi. Və bunlar bunu görürlər və bunlar ayətlər gəldi. Bayaq dediyim kimi sulara qan gəlir, yəni onu mümkün deyil başqası eləsin. Onlar bilirlər ki, Musa haqdır. Və onunla bərabər yenə də Firavunu onlar nə edilər, qulaq asdılar və onun ardınca getdilər. Nə üçün? Çünki Allah deyir, fasıq bir qovm idi. Çünki onların istəklərində haqqı istəmək yox idi, nəfslərində. Və onların qəlblərində yəni, şər vardı. Və ona görə də insanın qəlbində şər olarsa və kin olarsa və onun qəlbində nəsə problem olarsa, o haqqı qəbul eləyə bilməyəcəkdir və eləyən deyil. Və insan əgərlər sənə bir dəlil deyirlərsə, kifayət eləməlidir. Necə ki, Şeyx Albani rəhmətullahi aleyhi buyurur, haqqı istəyənə deyir, bir dəlil desən kifayət eləyir. Haqqı istəməyənə 100 dəlil desən də xeyri yoxdur. 100 dəlil gətir. Və Allah Subhanahu taala Musa əleyhissalama nə qədər dəlillər göndərdi onlara, Firavunun qovmuna. Ki, bax, ayətlər göndərdi. Hətta Musa əleyhissalamın özün Harunla göndərdi ki, get ona yumşaq danış, gözəl şəkildə danış.
Belki düşünər, daşınar, anlayar, fikirləşər. Amma qəbul edə bilmədi. Çünki şər insan idi. Və ona görə də həmişə insanın əməllərinin zay olması və onun haqqı qəbul edə bilməməsi və onun haqdan üz döndərməsinə səbəb nədir? Onun etdiyi qəlbində həmin o əməllər. Yəni o özü şərdir. Onun özündə şər var. Fikirlərində, hissiyatında, qəlbində. Ona görə Allah Subhanahu taala buyurdu ki, onlar deyir, çünki onlar deyir, fasik bir qovm idi. Yəni o fasiqliyə hamısı daxildir. Yalancı, qeybətçi, iftira atan, şirk eləyən, bidət eləyən, yəni bütün pis sifətlər hamısı ora daxildir. Yəni onlar çox pis insanlar idilər. Pislik vardı onlarda. Və ona görə də insanda pislik olarsa o haqqı qəbul edə bilmir. Yəni onun qarşısını alır, mane olur ona. Ona görə insan özün, qəlbin saflaşdırmalıdır. Çalışmalıdır ki, düz olsun, doğru olsun, düzgün olsun. Hər bir məsələdə. Hər bir məsələdə yəni əgər insan nəsə şər eləyirsə, artıq deməli nəsihət edirsən, düzəlmirsə, islah olmursa, deməli onun özündə problem var. Və onu da ancaq özünü islah eləməlidir, qəlbin. Çünki qəlblər bizim əlimizdə deyil. O çalışmalıdır və o istəməlidir ki, Allah da onu haqqa tərəf yönəltsin. Və ona görə də Allahdan istəyirəm ki, Allah Taala bizim qəlblərimizi islah eləsin. Allah bizi bağışlasın, Allah bizə rəhm eləsin. Allah Taala bütün müsəlmanlara kömək olsun. Allah Taala ölkəmizi daim əmin-aman içərisində etsin. Allah əsgərlərimizi qorusun. Allah Taala ölkə başımızı qorusun, onun xeyirlərini etsin. Allah Taala düşmənlərimizi məhv eləsin. Öz fitnələrin, fəsadların bizə qarşı olan kinlərin, şərlərin özlərinə qismət edəsin. Öz başlarında saxlasın. Və Allah Taala bizə rəhm eləsin. Subhanaka Allahumma və bihamdik. Nəşhədu an la ilahə illə əntə nəstəğfiruka və nətubu ileyk.